İkinci Qarabağ müharibəsində xüsusi xidmətləri olan polkovnik leytenant, Vətən müharibəsi əlillərindən biri də Babayev Namiq Əlibalaoğlu 1982-ci il dekabr ayının 27-sində Sumqayıt şəhərində anadan olub. O 1990-cı ildə Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 2000-ci ildə orta məktəbi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2004-cü ildə həmin məktəbi xüsusi təyinatlı qoşun kəşfiyyatı ixtisası üzrə uğurla başa vurub. O, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzini xüsusi təyinatlı kəşfiyyat ixtisası üzrə dinləyicisi, xüsusi təyinatlı tağım komandiri, bölük komandiri, əməliyyat üzrə baş köməkçisi, xüsusi təyinatlı hərbi hissə komandirinin qərargah rəisi vəzifələrində xidmətini davam etdirib. Daha sonra xüsusi təyinatlı hərbi hissənin komandiri, xüsusi təyinatlı briqadanın qərargah rəisi və komandiri vəzifəsində xidmət edib. Namiq Babayev 2-ci Qarabağ müharibəsində böyük şücaət göstərib. O, Füzuli rayonunun Yuxarı Yağlıbənd, Dilağarda kəndləri, həmçinin Ulyandağ yüksəkliyi və bir neçə əhəmiyyətli yüksəklikləri, həmçinin Xocavənd rayonu Yuxarı Veysəlli kəndlərinin azad olunması uğrunda gedən döyüşlərə rəhbərlik edərək böyük şücaət göstərib. Polkovnik leytenant Namiq Babayev 2020-ci il noyabr ayının 9-da Xocavənd yaşayış məntəqəsi uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Polkovnik leytenant Namiq Babayev 2-ci dərəcəli Vətən müharibəsi əlili kimi döyüşlərdən təxris edilib. Ailəlidir. 3 övladı var. Namiq Babayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən döyüşdə fərqlənməyə görə Xocavəndin, Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. O, həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə də təltif